daha yaxşı olar. Psixoloq İlhamə Mustafayeva isə bildirir ki, texnoloji cihazlardan uzun müddət istifadə uşaqların həm fiziki sağlamlığına, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərir. Ən birincisi bu yuxu pozuntularına səbəb olur. Çünki ekranın əlvan işığı melatonin hormonunun ifrazatına mənfi təsir göstərir ki, bu da yuxuya getməni çətinləşdirir. Düzgün oturmadıqları üçün onurğalarında problem yarana bilir, əyriliklər yarana bilir və yaxud da görmə problemi yarana bilər uşaqlarda. Daha çox dopamin ifrazatına gətirib çıxardır ki, bu dopamin həzzini alan insan başqa bir işlə məşğul olmaq istəmir. Ümumiyyətlə 3 yaşına qədər uşaqlara telefonların və yaxud da hansısa cihazların verilməsi qəti qadağan olunmalıdır. Çünki bu dövr məhz nitqin inkişafı üçün əlverişli bir dövr olduğuna görə də uşağın ünsiyyəti bir tərəfli olur. Onun nitqində də geriləmələr olur, inkişafında ləngimələr olur. Hansısa bir konfliktlərin həllində çətinliklər yaşayırlar. Hər şeyi idarə etmək istəyirlər. Onların istədiyi kimi olmayanda aqressivləşə bilirlər. Psixoloq həmçinin bildirir ki, valideynlər özləri də ilk növbədə texnoloji asılılıqdan qurtulub uşaqları ilə vaxt keçirməlidirlər. Uşaqların da ən birinci model aldıqları insanlar onların valideynləridir. Valideynlər uşağa sən telefona baxma deyib, amma özü daha çox telefonda vaxt keçirirsə, təbii ki, uşaqlar onları eşitməyəcəklər. Çünki uşaqlar eşitdiklərini yox, daha çox gördüklərini mənimsəyirlər. Ailələrə tövsiyə olunur ki, onlar daha çox uşaqlarla birlikdə vaxt keçirsinlər, rəngləmələr, kitab oxumalar və s. uşaqların inkişafında müsbət tərəflərdən biridir. Onu da qeyd